Bolnisi Bələdiyyəsinin Talaveri, Faxralı kənd sakinləri son dövrlər kütləvi hal alan uğurluq hadisələrindən şikayətlənirlər. Onlar yaranmış vəziyyətdən çıxış yolu tapa bilmədiklərini deyirlər. Daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı sizə təqdim edirik. Bolnisi Bələdiyyəsinin Talaveri, Faxralı kəndində son zamanlar baş verən uğurluq hadisələri kənd sakinlərini ciddi narahat edir. Onların sözlərinə görə bu kimi hadisələr hər keçən gün daha da artır. Sakinlər bildirirlər ki, mal-qara oğurluqlarının kütləvi hal alması ilə birgə evlərin qarət edilməsi halları da baş verir. 23-cü ildən başladı, bir 15 mal kəndin başından getdi. Onun yəqin ki, adlarımla deyəcəm, ən birinci Ağaşiyev Elmarın 3 dənə yaxşı mal onun getdi. Adgözolov Əlinin 1 mi oldu, 2 mi? Ondan gəldi Həsənov Fərmanın ikisi bir getdi. 24-cü ildə ikisi də bir getdi. Ondan gəldi bizim 24-cü il oktyabrın 5-də Məminəyəm apardılar. 24-cü il noyabrın 10-da əmmoğlu Barımalının 3 niyətə bununla apardılar. Demirəm, biz də bunu axtardıq, realik yerik, güya bəlkə də bir yerdən bir şey çıxar. Heç bir elə gedən, elə bir maşına doldurub yox eləyirlər. Mən fermada yaşayıram, Kuruklili. Bax, bu dəqiqədə oradan gəlmişəm. Ölü yeri var idi. Ölü yeri var idi. Oğlumla yoldaşım ölü yerinə əldilər. Mən də orada mal otardım. Gətdim saat 4 ərəfəsi, 3-4 ərəfəsi suya töktüm, duzlağa gəldilər. At var idi, atı suya apardım. Gəldim orada bir Niva hərrəndi, nömrü oxuyanmadım, getdi. Birə gəldim ki, malımın 3'ü yoxdur içində. Dedim, yəqin ki, buralara çıxmış olar. Elə o gedəndə gedib. Mənim 76 yaşım var, mən xalqdan ötürü mal saxlayıram. Kuruklili bu da cəmaatın hamısı bilir, mən orada oluram. 23-cü ildə mayın 29-unda malımı yuxarıda bizim qabırsanlıq var. Oradan ağrı elədim, ölü yeri var idi. Gəldim oradan iştirak elədim, qulluq elədim. Sonra dalınla getdim, ətli yedi. Danam da il yarımlıq idi. Dana yanında yoxdur. Odur, budur. Polisə də məlumat verdik. Deyəndə deyir, hələ daxtanlıyız, gənə daxtanlıyız. Tapılmıyor. Nə gündən saxlayırıq, becəririk. Hazıra çıxanda da kimsə aparsın, gitsin, satsın, pul qarsın özünə. Qardaşımın evini gördülər. 23 minə yaxın dollarıydı. Onların ikisi bu saat içəridədir, bir də orta məktəbdə oxuyur, hələ yaşı düşmür deyir. Kənd sakinləri uğurluq hadisələrinin xüsusən gecə saatlarında baş verdiyini və kənddə mövcud olan bəzi təhlükəsizlik kameralarına düşdüyünü də bildirirlər. Gecə saat 3-4 arası oldu. Bəs orada deməli o kameraya düşüb, təzədən oradan deməli evini müşahidə eləyən oradan deyir ki, bu kim idi, o mallar 3 nəfər deyib apardı. Sakinlərin bizə verdiyi məlumata görə kəndin mal-qarası həm kəndin otaracağından eyni zamanda arxamda gördüyünüz bax bu tövlə və buna bənzər bir çox tövlələrdən uğurlanıb. Göstərəm zəhmət olmasa. Qırıqlar, aparış gedirlər. Çərəbini qırıqlar, bax. Aha, baxın, bax, burada saxlaydı, bax. Sakinlər baş verən uğurluq hadisələri ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilsə də, lakin polis orqanlarının məsələyə laqeyd yanaşdıqlarını iddia edirlər. Axır səzəndən bunu getdik, polisə şikayət elədik. Demirəm, polisə də ərzələrimiz də var, ora məlumat vermişdik, hələlik heç bir şey yoxdur. Axır məcburam demirəm, bu 2-3 günlərdə, bir həftənin içində Daxili İşlər Nazirinə, prokuraturaya axırı pis minni məktub göndərdi. İndi onun da cavabı gəlibdir. Elə bir dünən qaynar xəttə zəng vurmuşduq, deyirdi ki, polisdən sizin iş yoxlanılıyor. Dedim, nə deyib? 1 il, 2 il keçəndən sonra mı? Bax, indi demirəm, burada uğurluq başalıq gedir. Tələbiniz nədir? Tələbimiz budur ki, burada bax, nə rəhbərlik işləyir,
nə polis işləyir. Bir belə uğurluğun qarşısında hələ birdən zəng eləyirəm, haradasan, darvazlıyam, nə bilim, mən təmizləyəm. Fahralda doğru, sən hani idirsən, mənim oğlum burada qoyub, özdə polis bilir, qəşəng, ocun işi kim bilir, kimdirsə də baxılmır. Məlumatı vermişəm də polisə heç bir nəticə çıxartmayırlar. Tələbim odur ki, tələb eləyirəm ki, baxmayırlar. Uğruyu zaşşat eləyirlər. Nə burada rəhbərlik baxmayır, nə orada rayon baxmayır. 6 dənə mallı apardılar, izinə bu da düşmüşdü. Gedib kameraya hardan da düşüb, onu da buraxdılar. Amma onu aparan tutulur. Tutulmadı, hamı da bilir, polis bilir, bir adam da tutulmuyor, bəli. Bir neçə dəfə də 112-yə də, 126-ya da zəng vurmuşduq. Oradan da polis zəng eləyir ki, siz belə falan yerə, bəli. Axırı yazdı, xahiş elədi ki, gəlin yuxarı zəng eləmiyor. Bu regiona mən bu şeylərə madəni. Zəng elədi, yox, hələ dəyiləcək, gənə dəyiləcək. Yəni polisə gəlir. Bu baxıram ki, 126 dünən deyirdi ki, bizə deyirdi, heç bir sapşini verilmiş. Dedim, indi bax, deyirəm, vəziyyət bu yerdədir. Xahiş eləyirəm, bizim işimizə region qarışsın. Talaveri, Faxralı kəndində yaşanan oğurluq halları ilə bağlı Bolnisi rayon polis şöbəsinə müraciət etdik. Polis idarəsindən əməkdaşlarımıza bildirildi ki, baş vermiş bütün oğurluq halları ilə bağlı istintaq başladılıb. Onların sözlərinə görə artıq bir neçə iş üzrə fakt aşkar edilib. Bununla birgə bizə o da bildirildi ki, kənd yaxınlığında mallar çobansız qaldıqda itir və ya yırtıcı heyvanlar tərəfindən parçalanır və yaxud da kimlərsə tərəfindən oğurlanır. Qeyd olundu ki, Talaveri Faxralı kəndində bütün məsələlər polis tərəfindən nəzarətdədir.